Çoxları bilməsə də pensiyaçılar bu iki vergidən azaddır. Olduqca faydalı bir məlumatdır. Hətta deyim ki, qohumları, nənəsi, babası, atası, anası pensiya alan şəxslər də bu xəbərə diqqətlə qulaq assınlar. Son vaxtlar, son illər ərzində bələdiyyələr tərəfindən bir çoxlarınıza belə bir bildiriş gəlib. Torpaq vergisi ödəməlisiniz, əmlak vergisi ödəməlisiniz. Hətta bildirilir ki, vergini ödəməsəniz məhkəməyə veriləcəksiniz. Amma bir vacib məlumatı nəzərinizə çatdırım. Əgər həmin evdə torpaqda qeydiyyatda olan bir pensiyaçı varsa, artıq həmin şəxsə 30 manat vergidən güzəşt olunur. Həmin torpağın və əmlakın vergisi də çox halda 30 manatdan aşağı olduğuna görə həmin əmlaka və torpağa görə əslində vergi ödəməli deyilsiniz. Qeyd edim ki, müşahidə etdiyim hallara əsasən bir çox hallarda bələdiyyələr həmin şəxslərdən vergini alırlar. Niyə görə? Çünki vətəndaş bu qərardan, bu qanundan xəbərsizdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə pensiya alan şəxslərə əmlak və torpaq vergisi zamanı 30 manat güzəşt olunur.